show biznesin qanunlarına tam tabi olan insanlar deyil. Bizim öz aramızda öz yazılmamış qanunlarımız var. Aydın o bayaq cavab verdi ki, o söz söhbətimizi öz aramızda həll edərik, efirə çıxarmarıq. Yəni o başqa cürdə qarşılanmaq xalq tərəfindən o neydən əmələ gəlir? Mən bilən, yəni bu meyxana deyənlərin hamısı sonradan böyük uğurlar əldə edə bilər. Amma hamımız kasıb ailələrdən çıxmışıq demək olar. Yəni müğənni çıxa bilər varlı ailədən. Amma mən inanmıram ki, varlı ailədən meyxana deyən çıxsın. Olub bir neçə uşaqlar görmüşük ki, yəni hansı böyük geniş imkanlı ailələrdən çıxıb meyxana deyib, amma o sənətkar olmayıb. Yəni həvəsi olub. Siz necə qəbul eləmişsiniz onu? Yox, o qazanca görə, yəni o erşənliyinə gedən meyxana deyənlərdən ailələri qəbul eləmişik. Niyə olmaz, mən meyxana deyəcəm. Yəni o bizim kimi toya erşənliyinə gedən meyxana deyənlərdən olmayıb. Sadəcə öz həvəsinə görə, bir söz var, qurdumu öldürməyə görə.